yeyirsən. Qiymətin bilmirəm, yalan deyərəm. Peçenyadır, hə. Bravo da. Hə, yaxşı, mən görməmişəm, sən görmüş ol. Yola atdım. Paçkada olur, paçkada. Öyle çok kaş olur, paçkada olur. 2, 4, 5 tane. Çok kaşenli. Elə bir morojna yiyirsən. Yo, əslində getməliydim. Prosto bugün bazarlığa getdim, gedə bilmədim. Stolu mənim də özüm bilərəm. Necə istəyirəm, elə də istifadə edirəm. İstəsəm ayağımı qoyarım, istəsəm çıxıb stolun üstündə oturaram. Deməli, rayona getməmişdim. Korичневый ürəkdə dəstə gördünüz də, mən korичневый dəstə paltarda video paylaşmışam, yəqin görmüsünüz. Neyse, mən Instagramda gördüm ki, çox adam yazır ki, nə olar bu dəstə hardan almışsan, xahiş edirəm bu dəstə hardan almışsan. Mən də götürdüm bir dənə link paylaşdım ki, dəstimi şeydən almışam da, Günel Ticarətdən 35 manat almışam, üçlü dəstə. Səhifədə də Günel Ticarəti etiketlədim. Bir də görüm yazıblar WhatsApp-ma ki, hə, mən görmüşəmsə. WhatsApp-ma yazdılar ki, bəs ay xanım, nə olar, xahiş edir də bu dəstəni istəyirik. Dedim, vallahi Günel Ticarətdən almışam. Üçlü dəstə qiymətdə 35 manatdır. Bacı, neysə, dünənlərim gediblər Günel Ticarətə. Dəsti görənlər, bilməm, indi həmin insanlar burada var ya, yox da. Qız götürüb dəsti görsədib, deyib ki, dəst budur da. Deyib, Vüsələ xanımın əynindəki bu deyil. Qız da deyib ki, valla budur. Neysə, mən zəng eləyib qız ki, Nurcan, ay Vüsələ xanım, o bu dəst deyil, üçlü dəst. Deyirəm, hə, odur. Deyir, axı deyirlər, bu deyil. Deyirəm, ay qız, mən onu tərs geymişəm da. Elə bir ki, arxadan qabağa bağlamışam da. O əslində jaketdir. Xanım orada deyib ki, başa düşmədim, niyə düzgün şəkildə geyinmir ki? Ay belə. Dəstin pulunu mən vermişəm, mən almışam. Mağazada geyinməmişəm ki, gelib özüm necə istəyirəm. İstəsəm tərs geyinərəm, istəsəm şərf eləyərəm, istəsəm don kimi geyinərəm. Özüm bilərəm də, dəst mənim deyil, ay bacı. Başa düşmədim, sizdən icazə alıb geyinəcəm. Deyib, başa düşmədim, o niyə tərs geyinib ki? Sənə nə var? Çok sağ olun Ürəyim. Çıxıb əməliyyatdan, hələ tam ayılmayıb, amma əməliyyatdan çıxıb. Şükür, yaxşıdır indi. Çok sağ ol Ürəyim. Oxudunuz üstü yazımı. Ne yazmışsan Ürəyim? Ne yazmışsan? Allah şəfa versin. Çok sağ ol hayatım.
Allah razı olsun. Soğan yapımdı. Ne pişirmişsen batırma. Batırma aşkım. Sos, nohut uzattı. Nohut uzattı. Olacak. Ne olacaksan ay bacı? İstemiyorum, iştahım yoktu. Batırma nedir, ne diller? Biraz sulu olur, bozbaş. Aslında ne bileyim batırma değil bu. Yemek. Sol, sen ne bileyim. Ticarette olacağım inşallah. Yaxşı yol, yolun açıq olsun aşkım inşallah. İki bozbaş, aynen bozbaş deyilik de biz. İnşallah aşkım inşallah. Gidin bana rahat yesin. Allah hakkı öyle yorulmuşam ki. Yazık ama yazık. Yazık niye olur ki yazık değilim. Siz de görərdik. Aşkım, mən işə axır vaxtlarda demək olar ki, çox az gedirəm də. Mamanın yanına gedirəm deyənə, işdə o qədər çox oldu. Ona görə bilmirəm, ola bilər gördün, ola bilər görmədin. İşte her gün evdəkiyim aşkım. Mamam yaxşılayacaqsan, bir şeylər yaxşıdır. Çox sağ olun, Allah razı olsun. Yemek pişirmişim, sulu yemek. Biraz da sizinle danışım. Həkimə zəng edeyim, yatacağım. Bazarlıq videosu çəkdə. Aşkım, bir dənə söz deyim. Mən bazarlıq videosu bir dəfə çəkib paylaşmışam. Mən çox tez gözə nəfsə gəlirəm, qurban olum. Ona görə bazarlıq videosu çəkmədim mən. Bir dəfə çəkdim, paylaşdım. Yəni, həqiqətən də mənə düşmədi də. Tez gözə nəfsə gəldim. Özü elə böyük bir şey də çəkməmişdim. Elə bir ki, maşınımın arxasına yığanda çəkmişdim. Bir-birdən orada görsənirdi də kloklarda. Oranda klokları çox yekə olur. Ağızlarına gələn yazmışdılar. Ona görə hədə düşmədi mənə. Ona görə çəkmirəm bazarlıq videosu.